Münasibətlər ənənəvi enerji ixracatçısı, ixalçısı modelindən çoxşaxəli və uzun müddətli strateji tərəfdaşlığa uğurla transformasiya olunur. Səfərin detalları ilk süjetimizdə izləyək. Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açılır. Azərbaycan prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər əməkdaşlıq imkanlarını genişləndirir. Gündəlikdə duran mövzular enerji ilə yanaşı, logistika, yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar, sənaye və təhsil sahələrini də əhatə edir. Ich glaube, diese Beziehungen zwischen Deutschland und Aserbaidschan verbessern. Azərbaycan prezidentinin Berlinə səfəri onu göstərir ki, Azərbaycan yalnız postsovet məkanı və Türkiyə istiqamətində mövqeylənmək istəmir, həm də Avropaya yönəlmək istəyir. İqtisadi və siyasi əlaqələr getdikcə daha da yaxşılaşır. Biz gördük ki, Azərbaycan prezidentinin Almaniya federal kanslerinin idarəsindəki görüşü bütün protokol qaydalarına uyğun şəkildə və yüksək səviyyədə keçirildi. Bu isə onu göstərir ki, Almaniya Azərbaycana yüksək dəyər verir. Azərbaycan Almaniya üçün enerji resurslarının təchizatçısı və mühüm ticarət marşrutu orta dəhliz üzərində yerləşən ölkə kimi böyük əhəmiyyət kəsb edir. Yeni razılaşmalar Azərbaycan və Almaniya arasında əməkdaşlıq istiqamətlərini genişləndirməklə yanaşı, Avropa ilə iqtisadi əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradır. Ja, Aserbaidschan ist sehr, sehr wichtig und der Bundeskanzler hat... Azərbaycan Avropa İttifaqına enerji ixracını əhəmiyyətli dərəcədə artırıb. Mənim bildiyimə görə hazırda Azərbaycan qazını Avropa İttifaqının 10 ölkəsinə tədarük edir. Prezident Əliyev şəxsi görüşümüz zamanı da bir daha təsdiqlədi ki, Azərbaycan bu tədarükü daha da genişləndirmək niyyətindədir. Lakin söhbət yalnız təbii qazdan getmir. Məsələn, yaşıl enerjidən, yəni yaşıl enerji mənbələrindən əldə olunan elektrik enerjisindən də söhbət gedir. Burada, məsələn, Qara dənizin dibi ilə Rumıniya və Macaristana uzanacaq sualtı elektrik kabeli layihəsini qeyd etmək olar. Avropa ölkələri enerji təchizatında bir mənbədən asılılığı aradan qaldırmaq üçün praktik addımlar atır və yeni coğrafiyalara üst tuturlar. Bu baxımdan Cənubi Qafqaz, o cümlədən Azərbaycanla münasibətlər istər Avropa İttifaqı, istərsə də konkret Almaniya üçün strateji önəm daşımaqdadır. Və dünyada enerji problemlərinin dərinləşdiyi indiki şəraitdə Qərb təhlükəsiz məkana çevrilən Azərbaycanla birgə layihələrin realizəsini prioritet hədəf sayır. Aserbaidschan und Armenien geregelt ist. Hoffentlich bleibt es auch so. Mən hesab edirəm ki, Almaniya ilə Azərbaycan arasında münasibətlər yaxşılaşır. Çünki Azərbaycan Almaniya üçün getdikcə daha mühüm əhəmiyyət kəsb edir. İlk növbədə bu iqtisadi baxımdan xüsusilə də enerji təchizatçısı kimi əhəmiyyətlidir. Çünki Almaniya artıq Rusiyadan qaz almır. İkincisi isə Azərbaycanın Asiyaya və oradan Avropaya uzanan mühüm tranzit marşrutunun üzərində yerləşməsi ilə bağlıdır. Bundan əlavə, Azərbaycan özünü enerji resurslarının çox etibarlı təchizatçısı kimi doğruldu. Azərbaycan-Almaniya Biznes Şurası platforması sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, investisiya layihələrinin hazırlanması və biznes mühiti ilə bağlı məsələlərin operativ həllinə xidmət edəcək. Bakı və Berlin arasında iqtisadi tərəfdaşlığın inkişafında siyasi dialoqla yanaşı iqtisadi diplomatiyanın da özünə məxsus yeri var. Aparıcı Alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirilən görüşlər artıq ənənəvi xarakter alıb. Bu addım Azərbaycanın investisiya imkanlarının təqdimatı, yüksək texnologiyalar, yaşıl enerji sənaye korporasiyası, logistika və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi prosesində də öz sözünü deyir. Die bewerte ich als sehr, sehr gut. Biz ilk növbədə münasibətlərimizin iqtisadi tərəfini bilirik və görürük ki, bir çox Alman şirkətləri Azərbaycana artan maraq göstərirlər. Lakin bu bir tərəfli yol olmamalıdır. Azərbaycan şirkətləri, xüsusilə də enerji şirkətləri bizim üçün hər zaman böyük məmnuniyyətlə qarşılanan tərəfdaşlardır. Mən münasibətlərimizin gələcəkdə daha da qurulması və inkişaf etdirilməsi üçün böyük perspektivlər görürəm. Beləliklə,
Beləliklə, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji transit qovşağı kimi mövqeyi Almaniya biznesi üçün də əlavə üstünlüklər yaradır. Berlində imza atılan sənədlər iqtisadi münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Bu sazişlər yalnız ikitərəfli deyil, həm də regional çərçivədə nəqliyyat enerji layihələrinin reallaşmasında stimullaşdırıcı faktora çevriləcək. Günay Məmmədova, Azərbaycan televiziyasının Avropa bürosu xüsusi olaraq həftə üçün.